Əziz valideynlər yaxın otursun və diqqətlə mənə qulaq assın. Diqqətlə mənə qulaq assın. Nəyə nəzərinizə çatdırım? Ümumiyyətlə, kollec və peşə məktəbləri çətin tərbiyə olunan uşaqların yeri deyil. Orada hər hansı bir peşəyə yiyələnmək üçün təhsil alır övladlarınız və düzgün seçimdir. Bugün hər kəs universiteti bitirib, bu adam hər hansı bir peşənin sahibi olacaq deyə bir şey yoxdur və hər kəs də bitirə bilmir. Amma hər hansı bir peşənin sahibi eləmək də bu bizim əlimizdədir. Bir valideyn olaraq mənim övladım girsin instituta, hamı bildi bunu. Sonra nə olacaq? Bitirəndən sonra nə olacaq? Peşə yönümlü kolleclər var, peşə məktəbləri var. Düşünürəm ki, övladlarınızı eyni zamanda, baxın, 9-cu sinifdən, 11-ci sinifdən falan o istiqamətə yönəldə bilərsiniz. Bir peşənin sahibi olsun, bir peşəyə yiyələnsin. Universiteti bitirib, mənim diplomum mənim əlimdə qalacaqsa, mən qutarmışam, mənim əlimdə qalıb, iş yoxdur, düşünürsənsə, düzgün yolda deyilsən. Seçimini başqa cür edəməlisən və yolunu başqa yerdə axtarmalısan. Bunun üçün orta məktəbdən heç olmasa valideynlər öz övladlarına bir yol seçməsi üçün, bir istiqamət vermələri üçün çalışmalıdırlar. Ola bilər övlad filan şey istəyir, o oranı bitirəndən sonra o işin sahibi olacaqmı? Hər hansı bir müəssisəyə, idarəyə imtahan verib qəbul olub orada işləyə biləcəkmi? Birinci növbədə bunu düşünürəm.